Herkese salam. Bugün sizlerle birlikte 5 unit artıq 5-ci bölmədəyik. Gəlin keçək yavaş-yavaş tapşırıqlara. Deməli, səhifə 60-da birinci tapşırığımızda dinləməmiz var, amma əvvəlcə sözlərimizi bilməliyik. Deməli, sözlərimiz bunlardır. Şəkillərdən daha asan şəkildə yəqin başa düşərsiniz. Birinci sözümüz aeroplane, təyyarə. Əslində plane də təyyarədir. Aeroplane də var, o da təyyarədir. Boat, qayıq, car, maşın, ferry, bərə, motorbike, motosiklet, scooter, scooter. Bu deyəsən scooter deyil. Motosiklet o da. Taksi, taksi, van, mikroavtobus, underground, yeraltı nəqliyyat. Yəni bu metrodur da, underground. Metro deməkdir. Bir də van, mikroavtobus, bu da ki görürsünüz şəkildə. Elə bir ki, Kamazın biraz balaca formasıdır. İndi isə keçək dinləməmiz. Buradan qoşaq. 1. Grandma. Underground. 2. Aeroplane. 3. Scooter. 4. Car. 5. Van. 6. Boat. 7. Taxi. 8. Motorbike. 9. Ferry. Deməli, dinlədik. İndi sözlərimizi qoyaq. Birincisində şəkildə də gördüyümüz kimi aeroplane, təyyarə deməkdir. Yazmışdıq da, sözlərdə var idi. Daha sonra şəkildə gördüyünüz kimi burada scooter var. Scooter. Biraz böyük yazdım. Daha sonra burada düzdür tıxaz var, amma bizə maşın mənasını demək istəyir burada. Maşın da nə deməkdir? Car deməkdir. Bunu birinci sinifdən bilirik də. Bu avtobusa da oxşayır, amma dinləmədə van deyir, mikroavtobus yəni. Burada olacaq van. Daha sonra burada boat olacaq, yəni qayıq. Boat. Dinləmədə nə deyir, onu yazırıq. Daha sonra gördüyünüz kimi şəkildə taksi var. Olacaq taksi. Daha sonra bu nədir? Bu motosiklet demişdi deyəsən. Motorbike. Motorbike. Və sonuncusunu isə ferry. İndi bir deyil, bu nədir? Sənəb, car, one. İndi sözlərimizi qoyduq, keçək tərcüməyə. Birincisində, metroda underground system in São Paulo takes 5.2 million passengers every day. Metro, São Paulo, yəni yeraltı sistemi hər gün 5.2 milyon sərnişin götürür. Sonra, the Airbus A380 is very large aeroplane. It can take 850 passengers. Airbus A380 çox böyük təyyarədir. O 850 sərnişin götürə bilir. O şəkli də var. Daha sonra the electric scooter is popular for short journeys in cities. Elektrikli skuterlar popular for short journeys in cities. Yəni şəhərlərə səyahət eləmək üçün populyardır. Yəni deməkdir ki, şəhərləri ziyarət eləmək üçün qısa vaxtda getmək üçün skuterdən istifadə edə bilirsiniz də. Yəni bu mənaya gəlir. People all over the world get to work and school by car in China. They are almost 200 million. Burada deyir ki, Çinin hər yerində insanlar işə və məktəbə maşın ilə gedir.
Bu az qala 200 milyona çatsın. Maşından çox istifadə edirlər. In the UK and many other countries, millions of children use one to go to school. Ukrayna, bir də UK Birləşmiş Ştatlarda və bir çox ölkələrdə milyonlarla uşaqlar məktəbə çatmaq üçün mikroavtobuslardan istifadə olunur. Baxın, burada da şəkli var, balaca avtobuslardan. Daha sonra in Giethoorn in the Netherlands there aren't roads. You can travel by boat. Deyir ki, Nederlandda, Giethoornda burada yollar yoxdur. Sən səyahət edə bilərsən qayıqla. Yəni yol yoxdur burada. Ancaq su hövzəsidir də. Qayıqla səyahət edə bilərsən. You can take a taxi anytime on the streets of New York. Deyir ki, there are 13,587 yellow cars. Deyir ki, New Yorkda sən istənilən zaman küçələrdə taksi götürə bilərsən. Burada 13,587 dənə yellow car, sarı maşın var. Taksilər çox vaxt sarı rəngdə olur da. Ona görə deyir ki, burada 13,587 dənə sarı maşın var. Daha sonra many families travel by motorbike in Thailand. There are around 20 million in the country. Taylandda bir çox valideyn ailələr motosiklet vasitəsilə travel səyahət edirlər və ölkədə bunun sayı 20 milyona çatır. 20 milyona çatır. Daha sonra can you get from Europe to Asia in 20 minutes? Yes, take a ferry across the Bosporus Strait in Istanbul, Turkey. Burada tərcümədə deyir ki, ilk cümlədə Avropadan Asya 20 dəqiqədə çata bilərsən. Cavabda isə deyir, bəli, Türkiyədə boğaz boyunca bənəyə minib gedə bilərsən və o mənaya çatır. Keçək ikinci tapşırığa. Burada da listening var. Dinləyib hansıları səsləndirib, neçənci yerdə səsləndirib onları işarə eləyəcəyik. İndi dinləməyə qoşuram, diqqətlə qulaq asın. 1. Dear passengers, welcome aboard Fly2 Airlines Flight 213 bound for Rio de Janeiro, with continued service to Recife and Fortaleza. 3. Good afternoon. Where to? Hi, 25 Willow Street. Okay. 25 Willow Street. Here we go. Four. Next station, Central Park North. Please stand clear of the closing doors. Five. Deməli, dinləməni dinlədik. İndi hansı səslər deyildi ona baxırıq. Birinci də B verib, yəni birinci velosiped səs gəldi. İkinci A olacaq, təyyarə səs. Çünki orada fly deyirdi, uçmaq. O da ki, uçandakı təyyarədir.
Deməli, A-nın qabağına yazırıq 2. Sonra üçüncü E olub taksi. Çünki 25-ci küçəyə gedirdi. Ona görə taksidir də. Daha sonra dördüncüyə D olacaq. Metro səsi. Orada deyirdi qapılar bağlanır. Həm də ki metronun getdiyi səs var idi. D-nin qabağına yazırıq D4. Axırda da ki qalır C variantı ferry bərə səsi idi o da. Suyun üstündən keçir. Sudan keçir, suyun da səsi gəlirdi keçəndə. Sonra keçdik səhifə 61-ə. Burada üçüncü çalışmada da yeni sözlərimiz var. Yeni sözlərimiz bunlardır. Bike, velosiped bilirsiniz. Boat, qayıq, bus, avtobus, car, maşın, motorbike, motosiklet, train isə qatar. Məncə bu sözləri hamımız bilirik. Sadəcə motorbike aramızda bilməyənlər olar. O da ki motosiklet deməkdir. İndi burada birinci şəkildə dayanacaqda qızı gözləyir. Yəni nəyi gözləyir? Avtobusu gözləyir. İkincidə oğlan motosikletdə oturub. Burada olacaq motorbike. Daha sonra üçüncüdə qız su hövzəsindədir. Onda olacaq boat. Çünki su hövzəsinə qayıqla gedirik. Daha sonra dördüncüsündə maşın var. Deməli car olacaq. Beşincisində baxın qız qatar yolundadır. Qatar gözləyir. Olacaq train. Altıncısında da ki velosiped şəkli var. O da olacaq bike. Aha, üçüncü çalışmayı yazdım belə. Daha sonra dördüncüsündə çalışma 1-3. Çalışma 1-3-dəki sözlər var deyə. Buradakı deyilənlərə aid yazacaq. Məsələn, land, torpaq yolunda maşın gedir, avtobus gedir. İndi onda da şəkillərə baxıb yazacaq. Air, havada təyyarə gedir. Bir dənə təyyarə olacaq. Waterda da boatla ferry gedir. İndi yazaq onları. Aha, yazdıq. Torpaqda maşın gedir. Bus, avtobus, bike, velosiped, train, qatar. Əslində dəmir yolu ilə gedir. O da ki torpağın üstündədir, saylar. Bir də var mikroavtobus, yəni məktəb avtobuslar məsələn göstərə bilərik. Daha sonra air, havada bir dənə təyyarə gedir. Yəni sözlərdə təyyarə var idi bir dənə. Water, suda boat, gəmi, bir də ferry bərə gedir. Daha sonra 5-6 var. Bunlar da ki baxın şəkillərdən də göründüyü kimi 2 nəfərlə olmalıdır. Birincisində nə deyir ki? Answer, my classmates answer. Mən sinif yoldaşlarımın cavabı, bir də mənim cavabım. Bunun artıq sinifdə özünüz eləməlisiniz.